Protein tozları kişi cinsəlliyində zərərlidirmi? O haqqda danışacağam. Protein tozları bildiyimiz kimi içərisində bol miqdarda protein zülalları, yəni zülallar içərir və bu zülallar əslində kişilər üçün çox sağlıqlıdır. Eyni zamanda bizim testosteron səviyyəmizi də yüksəldir. Amma ki, burada diqqət edilməsi gerəkən bir nüans var ki, protein seçimi, yəni keyfiyyətli olmalı, yaxşı bilinən bir marka olmalıdır və orijinal olmalıdır. Təəssüf olsun ki, indiki bazarlarda bir çox protein növləri var və bu protein növlərinin içərisində anabolik steroidlər və yaxud da prohormonlar mövcuddur. Bunlar əslində bəli bizim testosteronumuzu müəyyən qədər süni şəkildə qaldırır, istəyimizi də artırır əslində, amma eyni zamanda bizim sperm keyfiyyətini, sperm sayısını aşağıya salır. Bu birincisidir, yəni içərisində bulunan hormonlar və yaxud da prohormonlardır. İkincisi isə ağır metallar, yəni kadmium kimi ağır metallar olur bəzən. Bu ağır metallar bizim sərtləşməyimizdən əsas olan nitrit oksid səviyyəsini aşağı salaraq bizim sərtləşməyimizi ciddi miqdarda aşağı sala bilir və eyni zamanda bu proteinlər həddindən artıq çox istifadə olunduğunda bizdə artıq kökəlmələr yaradır və bu kökəlmələr də bizdə təbii ki, cinsi istəksizlik və yaxud da libidonun azalmasına gətirib çıxara bilər. Əgər siz protein tozundan istifadə etmək istəyirsinizsə, mütləq dərəcədə hansı firma və hansı keyfiyyətli olmağını mütləq araşdırın.